Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Olimpiada suallarından növbəti bir suala baxaq. Günəşin yerin vahid səthinə çatan istilik gücü 1000 Watt/kvadratmetrdir. 0 dərəcə temperaturlu buz günəş enerjisinin 20%-ni udur. T bərabərdir 2 saat ərzində əriyən buz təbəqəsinin qalınlığını təqribi olaraq hesablayın. Biz ilk olaraq istilik gücünə əsasən udulan istilik miqdarını tapa bilərik. Bunun üçün ilk olaraq gəlin udulan enerjini tapaq. Yəni biz yer səthinə çatan istilik gücünə əsasən enerjini tapıb, daha sonra onun 20%-ni buzun əriməsinə sərf olunduğunu bura tətbiq etməliyik. Qeyd edək ki, gücün miqdarı bu qədər. Zaman, yəni 7200 saniyə və buz təbəqəsinin qalınlığı onda bir h ilə işarə edək. Biz əvvəlcə demək, udulan istilik miqdarını tapaq. Yəni mən gücü zamana vuraraq müəyyən bir istilik miqdarı əldə edəcəm və həmin bu istilik miqdarının da 20%, yəni 0,2 hissəsi buzun əriməsinə sərf olunacaqdır. Burada mən kütlənin yerinə rho v yaza bilirəm. Buradan rho-nu saxlayıb v-nin yerinə demək tərəfləri və hündürlüyü yaza bilirəm. Demək mən 0,2 Q bərabərdir. Deməli, lambda vurulsun. Rho, A, B, H yaza bilirəm. Aldığım bu ifadədən H-ı tapacağım. H bərabərdir 0,2 Q Rho, A, B, lambda bərabərdir. Vahid səthə deməli çatan istilik miqdarı deyir deyə həmin buz təbəqəsinin sahəsini vahid qəbul edəcəyik. Ona görə AB hasili, hansı ki həmin təbəqənin belə bir buz təbəqəsi fikirləşsək, həmin buz təbəqəsinin sahəsidir deyə AB hasilini 1-ə bərabər götürə bilərik, 1 kvadratmetr götürə bilərik. Ona görə də biz təkcə istifadə edəcəyik. 0,2 vurulsun 10 üstü 3 vurulsun 7200 bölünsün buzun sıxlığı 900 vurulsun 336 10 üstü 3. Buradan ixtisarlarımızı aparsaq, demək 1,6 və 336. Buradan isə təqribən biz deməli yuvarlaqlaşdırsaq, hardasa 4,8 mm ala bilirik. Demək düzgün cavabımız olacaq D variantı.